Xalq rəssamı Ömər Eldarov Bakıda ucaldılan tanınmış şəxsiyyətlərin heykəlləri ilə bağlı açıqlamalar verib. Gündəm xəbər olaya istinadən məlumat verir ki, Leatris Holdingin rəhbəri Ruhiyyə Əliyevanın RTV-də yayımlanan Qaranlıqda Həqiqət layihəsində qonaq olan heykəltaraş bir neçə heykəl haqqında tənqidi fikirlər səsləndirib. Belə ki, Ömər Eldarov deyib ki, Aşıq Ələsgərin heykəlini bəyənməyib. Aşıq Ələsgərin heykəli heç xoşuma gəlmədi. Professionallıq tərəfdən bəyənmədim. Şəhərdəki hər heykəl gərək yüksək səviyyədə olsun. Çünki bu heykəllər qoyulur və uzun illər qalır. Koroğlunun heykəli Tokay Məmmədov tərəfindən hazırlanıb. Tokay yaxşı heykəltaraş olsa da bir neçə dəfə səhvləri olub. O, daha çox sənədlərə, yazılanlara baxırdı. Dastanda yazılıb da, demək olar, göstərmək olmaz. Koroğlunun heykəlində heç nə düz deyildi. Yazılanları vizual göstərmək olmaz, deyə Ömər Eldarov bildirib.